Dünənlərimin evlərimə nəsə oynadısa, yəni başım xarab oldu. Siz özünüz bilirsiniz ki, uşaqlar, mən gedib heç kimin canlısına qoşulan adam deyiləm. Kim də nə danışır? TikTokda elə çox adam məndən danışır. Gör, gedib kiməsə qoşulub, nəsə deyirəm. Və yaxud da ki, gedib fikir bildirirəm. Hansı bir məni paylaşırlar, altından milyon dənə söz yazırlar, üstündən milyon dənə söz yazırlar, ekran kartlarını paylaşırlar. Nə altından fikir yazıram, nə bir söz yazıram, heç nə. Bir umuruma da almıram. Məni axşam cırnadan nə oldu, deyim sizə. Mən, başı, neysə dünyanın fake səhifəmdəydim. Öz səhifəmdən çox yeri girmirəm, məni görməsinlər deyə. Fake səhifədəydim. Gördüm, dünya canlıdadır. Canlıda deyir ki, mən baboşa demişəm ki, cinsi azlıq və baboş da bunu özü təsdiq edir. Bunu dünya deyir canlıda. Baboş dünya deyir ki, baboş canlıda deyir ki, mən cinsi azlığam, müalicə olunuram. Bunu belə deyir. Hə, baboş mənim cinsi azlıq sözümə görə deyir məndən niyə küsür, nə bilim falan filan. Bunun heç bir aidiyyatı yoxdur. Bunu qoyduq bir kənara. Mənim baboşla və yaxud da ki, dünyanın arasında olan problemi mənə heç bir aidiyyatı yoxdur. Neysə, hə, belə deyir. Deyir, nəsə elə danışdı ayın bayın. Neysə, öz səhifəmdəydim. Baxdım ki, dünya qoşulub baboşun canlısına. Heç elə o sözü o deməyib. Yirildir, yirildir. Hingildir. Baboşun da canlısı düşüb başı. İndi o da bilmir nə varsın. İndi bunu qoşub canlıya. Başa düşürsünüz. Felizar da canlıda, baboşun canlısında heç kim yox. Məcburiyyətdən qoşub. Hə. Neysə, aynen qayda sanki bu nankör var sənin bir dənə o dostun nankör şeyləmiş, o nankör anasına dəstək olduğum. Mənim anamı heç kim adına, ağzına almasın, qəti şəkildə. Mən cinayət işlədə bilərəm. Ona görə də qəti şəkildə probleminiz var, mənlə dalaşmaq istəyirsiniz, mənlə döyüşmək istəyirsiniz, nə eləyirsinizsə mənim özümdən eləyin. Buna qoyduq bir kənara. Bu birinci sözü deyil, bunu 1000 dəfə deyir bu. Mən buna cavab qaytarmamışam, mən umursamamışam, rejimə dalmamışam. Ki bu 1 olar, 2 olar, 3 olar, 4 olar, 5 olar, bəsdir də da. Anasına. Hə. Anama dəstək olmuşsan. Anamın dərmanına dəstək olmuşsan. Allah köməyində dursun. Allah anana can sağlığı versin. Allah başından tüysün. Allah minqat həbəzini versin. Bə yaxşı, bu anama dərman pulusuna sən kömək eləyib, gəlib minli millətin içində özünü göstərmişdin də. Anama kömək eləmişdinsə, bə dərman pulusuna. Allah başından tüysün. Allah köməyində dursun. Bə yaxşı, 2 dəqiqədən bir gəlirsən başıma qalxırsan. 2 dəqiqədən bir deyirsən anası. 2 dəqiqədən bir deyirsən anası. 2 dəqiqədən. Bacı, bunu eləyəsən sən niyə demirsən? Niyə deyirsən? Mənim də beynim çöndü. Mən birdən ikiyə baboşun canlısına qoşulmuşam. Dedim məni qoş oraya. Dedim məni qoş oraya. Və qoşdu məni oraya. Qoşmasaydı dünyanı dağıdardı. Qoşdu. Sözümü dedim. Peçatını qoydum. Çıxdım oradan. Dedi məndən üzr istəyəsən. Mən də dedim ki,
mən səndən üzr istəsəm, qulağının dalını görərsən. Qulağının ardına görərsən mən səndən üzr istəsəm. Məndən üzr istəyəcəkmiş. Timanı kimlərsə üzrünü deyənə kimi canlı yayında bu TikTok'da kimlərsə üzr istədiyini görmüşsünüz siz? Görmüşsünüz? Yox. Ömrü boyu. Heç vaxt. Mən bu dünyada bir yerin göyün tək sahibi Allah'tan üzr istəyərəm, deyərəm məni bağışla, bir də anamdan üzr istəyərəm mən. Vəssalam. Neyse. Getdi canını açdın axadı. Primiş deyir axım, canlısı ölür. Heç kim yoxdur canlısında. Nə günüz açır, nə gecə açır. Canlısında adam yoxdur. 200-300 nəfərdən yuxarı qalxmır ki, qalxmır. Ay başı canlısı. Get, sağ prim verdim, sənin canını qaldırdım. Sən ölmüşdün, həyatda yox idin, heç səni it yerinə qoyan da yox idi, pişik yerinə qoyan da yox idi. İndi get, canın qalxıb, sevin, tullan, papağını fırlat göyə ki, Tima mənim canımı qaldırdı. Get, sevin, uç göylərə. Üzr istəyəsən məndən. Mən səndən üzr istəsəm, bax bu qulağının dalını görərsin. Mən səndən üzr istərəm. Ay. Ekran tıklayayım. Məni takip eləməyənə zəhmət olmasa buradan məni takip eləsin. Bir də gözəl izləyicilərim, sizdən bir xahişim var. Mən video paylaşmışam. O videomu bəyənməyinizi istəyirəm. Kim üzr istədi? Mən? Mənim üzümə yaxşı bax az. Mənə bax görüm. Kiməm mən? Sənin qabağında Lezla durur. Uzaq dur. Aynı qaç. Prim verdim də, canını qaldırdım. Mənə deyir ki, sən məni təhqir eləmişsən. Bu 1, bu 2, bu 3, bu 4, bu 5. Neysə, amma özü məni təhqir elədi nədənsə. Mən ağılsız insan deyiləm. Mən ağzımdan nə çıxartdığımı bilirəm. Ay başı, anama pul atıb Allah canını sağ eləsin, Allah başından tüysün. Milyon dəfə demişəm, 1 milyon dəfə demişəm. Nədir bu istəyir ki, hər mən canlı açanda gündə 100 dəfə deyəm ki, dünya qarşında baş əyləmək. O vaxtı anama pul göndərmişdir, çok sağ ol, hər canlı açanda 100 dəfə bunu istəyir ay başı. Atmışsan Allah başından tüysün da, ay bal sağ ol da, sağ ol. Yenə 100 dəfə sağ ol, 1000 dəfə sağ ol. Hər canlı açanda deyir sağ ol deyiləm ha. Hər canlı açanda mən buna sağ ol deməliyəm. Hər canlı, az da bəs tarif nə olur alsa. Yekar vatsan. Mənə deyir ki, çən bir dalının vedrasına bax. Gədrax yan yana, gör sənin vedran yekədir, yoxsa mənim vedram yekədir. Mənə deyir, gör vedran nə boydadır. Mənim nə boyda vedram var ha? Kimə güvəndir? Deyir, gələcəm bərdiyi evi. Deyir, gələcəm bərdiyi evi. Kimə güvənir? Kim durub bunun arxasında? Nalis, çox sağ ol.
Deyir Bərdiyə gələcəm. Dedim gəl. Gəl dedim. Görüm bu nəyə gəlir Bərdiyə aybaşı? Nə istəyir məndən? Bu məndən niyə əl çəkmir? Bedini, bu məndən dedim niyə əl çəkmir? Bedini, marajlatsın. Vallah deyir Bərdiyə gələcəm. Deyir Bərdiyə gələcəm. Onda sən məni gözlə, gör səni neyniyəcəm. Gəlsin Bərdiyə, gəlsin Bərdiyə. Tutacam onun o yanmış sarı saçlarından, o qaynaqlarından. Bircə dəfə, bax, belə aralayacam. Yoluna. Gəl sən mənim saçımı yol görə nəyə yolasın? O sənin o yanmış saçın var, o yanmış başın. Bir dəfə belə deyərəm. Bir dəfə. Gəl yol görə nəyimi yolursan? Gəl yolda, gözləyirik. Gəl yol. Görək nətər yolursan. Ay bəybəxt. Ay yazıq. Yazığım gəlir İsa. Yazığım gəlir. Sağa baş qoşmaq istəmirəm, dünya, sağa yazığım gəlir. Çünkü sen benimle dans edecek bir güce sahip değilsin. Mahvederim seni, biliyorsun. Yani sen benim için zevk verirsen. Başa düşürsen. Ben bu TikTok'ta bir tane belinden korkuram. Yani sen benim için zevk verirsen. Kimden? Bedni'den. Hüseyin'den yok, Bedni'den. Aybacı prim verdim de canlısını kaldırdım. Vəfa kimdir Aybacı? Vəfa yazırsınız. Burada bəyək də gördüm bir neçə dənə Vəfa adı. Vəfa kimdir uşaqlar? Məndən danışır canlısında, yoxsa? Mənə deyir ki, səni araşdıracağım, görüm, sən vergi verirsən. Bütün TikTok bilir mən vergi verdiğimi. Siz niye vergi vermirsiniz? Bir yaxşı bu TikTokerler niye vergi vermir? Gedirlər levellərini qaldırırlar. Deyirsiniz, biz gedirik hediye atırıq, levelimizi qaldırırıq. Siz hediye atmırsınız, Siz bilirsiniz nə var? Siz vergi qaçırdırsınız. Bütün TikTokerler, level olan TikTokerler, buradan səslənirəm aidiyyatı orqanlara. Buradan level olan TikTokerlerin hamısı vergi kaçağı ilə məşğuldur. Bilirsən nə edirlər? Bilirsiniz nə edirlər? Karta atanda, buradan gələn hədiyyəni karta atanda məcbur vergi ödəməlisən. Düzdür? Mən nətər ödəyirəm elə. Mənim nətər levelim yoxdur elə. Level hədiyyəni göndərirlər, pulunu alıb qoyurlar ciblərinə, başa düşdün vergi də ödəmirlər. Bax belə olur. Mən vergimi verirəm. Mənim əlimdə tapu kimi sənədlərim var. Mənim əlimdə tapu kimi verginin çekləri var. Siz nə ödəyirsiniz? Siz hansı vergini ödəyirsiniz? Level artırırsınız. Levelinizi ona buna aparıb atıp level kaldırmamışsınız. Bilirsən nətər level kaldırmışsınız? Gedirsiniz hədiyyəni satırsınız, pulunu alırsınız. Oradan istəmirsiniz də hədiyyəni oradan hədiyyəni pula çevirəndə kartınıza pul gəlsin. Vergi ödəməlisiniz. Vergi kaçakları. Vergi kaçaklarısınız siz.
Mənə deyir ki, dünya. Dünyadan danışıram, bedni. Mənə deyir ki, deyir səni araşdıracağam, görüb sən vergi ödəyirsən. Mənim vergi ödədiyim verginin 1/3'ini sən ödə, sonra gəlib nədənsə danışarsın. Ay uşaqlar, vəfa kimdir, vəfa yazırlar bura. O nədir bilmirəm. Deyin görün bir mənə aydınlaşdırın. Aş soydu qızdırmamışam, hələ salat hazırlayıram. Vəfa xanım kimdirsə səni sevən adamdır. Hə, sağ olsun. Allah köməyində dursun. Hə. Yaxşı, çəkmirəm onun adını. Onun adını Azreyillər çəksin. Onun adını Badoşlar çəksin. O, bana vidra deyir. Az deyir vidra. Az. Dəstəkçi oğrusudur, dəstəkçi oğrusu. Gedəcək harda pullu dəstəkçi var, onu tapacaq, özünə hədiyyə atdıracaq. Harda ajləlüyüm var, harda ajgic var, onunla da aşk yaşayacaq. Ali. Bilgəndim ha. Yəni, mənə deyirsən, məndən üzr istəməlisən. Mən səndən üzr istəsəm, yəni dünyanın ən sonuncu insan olaram. Yəni, bunu yaddan çıxart. Bunu ağlından çıxart. Heç vaxt belə şey olmayacaq. Yəni, sevinmə. İki dünya bir olar. Qanıma qarşığa qoyaram. Amma mən mütiyiməm. Səndən üzr istəməm. Bilsən belə səhvim var, yenə səndən üzr istəmərəm. Məni şikayət eləyərsən, mənə nəsə eləyərsən, yenə səndən üzr istəmərəm. Bilirsən niyə? Bu üzrün əvəzinə gedərəm, cəzamı çəkərəm, amma səndən üzr istəmərəm. Səhvim belə olsa, mən üzr istəməyə bacarmıram. Bunu bütün izləyicilərim bilsin. Bunu bütün izləyicilərim yadında saxlasın. Mən üzr istəmirəm. Və bunu da bacarmıram. Başım çıxmır. Başa düşürsən? Üzr istəmək, başım çıxmır. O kim deyir, üzr istəmək böyüklükdür. Üzrün istə çıxsın, geçsin aynı. Aynen dur. Mən istəmirəm, bacarmıram da. Qoy mən kiçik olum, amma üzr istəyə bilmirəm. Mən kiçik olum, bax çıqılı qayalar, yastığıdır çobanı, tamara tat qızı, erməni saldat qızı, tamaranı aldatdılar, hində yumurta atdılar. Mümkün deyil. Prim verdim sana, git. Ölmüşdün canında 100 nəfər, 200 nəfər, 300 nəfərlə otururdun. İndi git, canın qalxsın. Mən tanımış adamam. Mənim izləyicim məni tərk etməməkdən ötərim. Mən burada 1000 hoqqadan çıxıram. Dombalaq aşıram, göbəyi atıram, fokus verirəm. 1000 hoqqadan çıxıram, divanın başına çıxıram, kravatın başına çıxıram. Burada ev təmizləyirəm, 1000 hoqqadan çıxıram. Sən nə qayırsın? Sən canın qalxmaq üçün sən nə qayırsan? Beni sevin atmayan atsın. Beni sevin atmayan atsın. Gül atın. Bana başqa nə qayırsan? Mənə çox maraqlıdır. Başqa nəsə eləyirsən, saat niyə baxaq? Ay xanım. Sağa baxmağımız üçün bir səbəb göstər də. Denən ki, bax, gəlin hamı mənə baxsın. Baxmağın üçün bir səbəb göstər. Sağa niyə baxaq?
Bildikdə figuralısan, figuram var. İndi yaxşı, figurada da nə qədər baxaq? Bir dolmanı nə qədər yeyərlər? Bir dolmada en azı bulana kimi yersin, bulana kimi yersin, bulanana kimi yersin, elə ölüsü 2 gün 3 gün yersin. Ondan artıq yemək olmur. Bu cəmaət sənə nəyə baxsın? Mənə çox maraqlıdır. Sonra tema danışanda psixik olur. Deyirlər tema danışır, deyirlər tema danışır. Ay bacım, ben ne danışıyorum? Ben arayım, bakmayın bana deyin görün, ben ne danışıyorum? Deyirlər tema danışır. Bakın arayım. Sonra danışanda pis kişi olur. Pis kişi olur. Düğün başı anadan pul atmışam, anadan pul atmışam. Az kartından kartlara özüne sen Allah, el çekmişler. El çekme abi. Deyip derdiye gəlir. Gəl görmə az. Kimdən gəlmişsən derdiye? Sen o sarı saçlarını daymalayarım səni. Sen o böğründə kimi gətirəsən, onu daymalayarım səni də. İkinizi də. Bərdiyə bir giriş girdiğinizə sevinərsiniz, bir də çıxdığınıza. Başa düşdüyünü? Bərdiyə bir girəndə sevinərsiniz ki, girdim bərdiyə, bir də çıxanda sevinərsiniz ki, oy, çıxdıq bərdiyə. Gətir görüm, az kim gətirirsə, gəl çıxaq qabağıma görüm. Deyib bərdiyə gələcəm, gəl görüm. Gəl görüm. Timasa dünyanın yumru olduğunu göstərsin. Timasa göstərsin ki, dünya yumrudur. Tutum o sənin yumru saçından çırıqlayım. Gör ki, dünya da yumruymuş, həyat da yumruymuş. Yer kürəsi yumru olduğunu göstərəcəm sana. Gəl, gəl, bu meydan, bu da şeytan. Bu meydan, bu da şeytan. Görək. Gəl. Gördüm mən. Sen Tima'ya dans edə bilərsən. Tima'nın TikTok'u nə əcdaha TikTok yerləri var ki, məndən başa çıxa bilməyiblər. Sən məndən başa çıxasın, ha? Yarday bədbəd. Hayatlı. Diye danışma kaydedip atırlar. Bunu da kaydedeyim, atarsınız.
Türk geldi Dünya xanım. Sen benim için zayıf bənsən. İlişmə bana. Ne yiyirəm? Aş, üstündə qulyaş. Belə pomidor, xiyar, nanə, təzə sarımsaq bu da. Bu da qatığımız. Nuş olsun, çox sağ ol. Söhbəti bağlayıram. Söhbəti bağlayıram. Nöqtəni qoyuram. Amma ondan qorxduğum üçün yox. Mən korkmuyorum hiçbir kimseden. Senden de asla. Sarı saç. Anlıyor musun beni? Asla. Sen hiçbir kimsesin. Benim için zayıf bensin yani. Üzür de bekleme. Kulağının ardını görürsün. Haydi bay bay. Git. Bir gün getdim. Bütün Taxtaşalmanı gəzdim. Uşaqlar. 1400 en ucuz darvaza 1400 manattan başlayır. Getdim bütün gəzdim. Sonra insan necə qudurar? Ne yaxşı səni yeyib quduzlaşdırmamışam az. Ne yaxşı quduzlaşmamısan. Tutalım ki mən qudurmuşam. Çıxmışam çölə. Bir insan bir məndən qorxar da, bir mənə apararlar, mənə quduzluq iynəsi vurarlar, bir mənə nəsə eləyərlər ki, bu quduzlaşıb, milləti, cəmaat yeyib qutaracaq. Mən indi nətər qudurmuşam ki, mənə vaksinasiya vurmurlar. Neysə, Heyrəcənə, sonra sıvarışıqları seyrəldə gəldim, ağlımda saxladım bir. Sonra 3 dənəsinin ortasında qaldım, 3 sıvarışıqım. Sonra 3-ünü təzdən gəzdim. Sonra 3-ünə təzdən qayıtdım, sonra 3-ünə təzdən getdim. Sonra təzdən bir getdim 3-ünə də. Sonra bir gedəndən sonra hamısını yenidən hesablatdım. 3-ünə də, 3-ünün arasında qalmışdım. Neysə, bunları bezdirəndən sonra axırda bir dənəsində qaldıq. O da bir gün gəldi, ölçünü getirdi, getdi, beh istədi. Mən də dedim ki, behi kartını ataram. Ondan da bir xəbər çıxmadı hələ. Yəqin ki, səhər yazacaq ki, beh ver, düzəldək. İndi sabah əgər yazsam, mən də behimi verib onu düzəltdirəcəm. Uşaqlar, 3 metrik qapı ala bilmədim. 3'ə qapı gəldi, çıxdı üstümə 3000 manata. Ona göre de onu eləyəsi olmadıq. Biz elədik 3'ün. Həkarıqlı hansı moderatorum yəqin səsiz atmaq istəyirəm, sabitləyib. Murat, səni moderatordan çıxardıram, üzürü say. Yani bax, demişdim mən sənə düşmənçiliyim zaten, bax, küsmə ha məndən. Moderatordan çıxardıram, çünki yəni səbəbi yoxdur ha, amma çıxarmam gerekdə. Hə. 3 metr enində 2.50 hündürlüyündə elədik. Ondan sonra başını çıxardıb salınan olacaq qapının. Çıxardıb salınan olacaq ki, böyük maşın, böyle dırıq maşınıza da iraq sürəkdən. Nədir az o? Kanalizasiya maşını gəlib kanalizasiyanı çəkəndə başını çıxardıb təzə salaq yerinə belə olacaq. Ondan sonra renk seçimi elədim. Tünd şabaltı olacaq darvazam. Ondan sonra qabağında 2 dənə şir olacaq belə.
Salamatam. Qabağında 2 ədəd şir olacaq. Ondan sonra seyf qapımda elə o əvvəlki kimi, əvvəlki rəngdə fil sümüyü rəngində qara çərçivə ilə belə olacaq.